Hacılar, Allah salamat eləsin, ümidvaram inşallah Allah adam yolarlar. Hacı var. Qalıb insan əməlinə. Kufanın hacıları yığışdılar, İmam Hüseyin ağanı öldürdülər. Hacı Şümür, Hacı Ömər Səid, Hacı İbn Ziyad, bunlar hamısı hacı idilər. Şümür 16 dəfə piyada getmişdi Məkkəyə. İmtihasın mollalar bunları biraz gizzə deyirlər, maxluq biraz əli soymasın Məkkədən zatdan. Yəni, İranda da Hacı Şümür var, Hacı Yezid var. Elə o ixtilas eləyən, ehtikar eləyən Hacı ilə Hacı Şümür olaydı. Amma niyə? Mənim kimi tərif olmasın, mömin Allah adamı hacıda var. Ona da gərək biləxərə deyəsən. Alan bizim o Beşaşıranda bir Hacı Xıdır var. Bağışda, canım andolsun, Gülxanım andı şeydi, deydi, məni damın dalında xəlvətdə gördü. Barmağın düz belə mənə görsətdi. O qədər bu işlərdən görübdüm, əl-ayağı zigil töküb. Daydıqdır da çare eləyənməyib, gedib o tibbi sünnəti ona deyib, gedib pişik əti yiyərsən. Pişik gözü dənə mənə qısır pişikin ətin. 3 dənə qısır pişiki tapıb bilməyəm ayından, sən elməyəsən kəsib ətin yeyib. Məni gördü, dedim, o nə qaraysan, gördüm əl-ayağı düzəlməyib, dedi, hacı sən ölməyəsən, pişik əti də yedim, düzəlmədim. Dedim, sən ki pişik əti yeyibsən,